Bugün sizə karavan həyatının necə maraqlı bir həyat olduğunu çəkib paylaşmışam. Gecə Qusara gedirik. Yanacağımızı doldurub, ödənişli yoldan keçib, gəldik, çatdıq ödənişli yolun sonuna. Burada artıq yorulmuşam. Mən hər zaman yorulanda karavanı idarə etmirəm. Kombini qoşdum, hava çox soyuq idi. Çayı qoyub, PlayStation-ı qoşub, oyun oynadıq. Mən dedim gedim yatım, sabah bu boyda həncaməni idarə edəcəm. Səhər açıldı, əl üzümü yuyub, çay içib Qusara gedirik. Ümumiyyətlə ölkəmizin təbiəti çox gözəldir. Mənə hər zaman yazırlar ki, nə gözəl yerlərə gedirsiniz. Dostlar, təbiəti sevmək lazımdır. Təbiəti sevəndə təbiət də sizi sevir, xoş qarşılayır. Yeməlidir, çox acıdır, çox faydalıdır. Sağ ol, əmin, çox sağ ol. Çaya da atıb, kəmşirini pişirirlər. İnsanlar da qonaqpərvərdir. Dərhal bir Qusar sakini bizə yaxınlaşıb belə bir hədiyyə verdi bizə, sağ olsun. Və başlayırıq səhər yeməyini hazırlamağa. Artıq səhər yeməyimiz hazırdır. Bir çay içək burada. Yaxşı, bəs səhər yeməyi yedik, axşam nə edəcəyik? Gəldim buradan çaydan belə bir balıqlar tutdum, içərisini təmizlədim, birazdan bişirəcəm. Dostlar, istirahətin ən gözəl yanı yatmaqdır. Dostlarımız yatdı. Mən isə dedim, gedim buranın təbiətindən sizi tanış edim. Meşənin içində dostlar, belə bir maraqlı ev gözümü cəlb elədi. Uşaqlıqda arzu elədiyimiz evdir. Burada belə bir bulaq da var. Sahibi məni burayla tanış elədi. Əl üzündə yox. Kaç tane burada? Mən Kore'de olmuşam iki. Nəhayət ki, dostlarımız da yuxudan ayıldı, balığımızı bişirək. Rəşad qabları yuyur, Atılxan isə çaydan daş yığır. Mən də ocaq qalıyım. Uşaq vaxtı Novruz bayramlarında ancaq ocağı mənə tapşırırdılar. Ocağımız hazırdır, balığımızı bişirmək vaxtıdır. Əsas məsələ, qara tava hazırdır. Dostlar, yəqin ki, bilirsiniz, balığı çaydan tutmamışdım, özümlə alıb gətirmişdim. Dostlar, bizi izləməyi unutmayın, özünüzdən müğayət olun. Hələlik.